Siniflərdə doğru bildiyimizi sandığımız ən təhlükəli metod hansıdır bilirsinizmi? Biz uşaqlara sıxlıqla deyirik ki, tez cavab ver və yaxud da kim birinci olacaq. Amma bəzən bu tez ol sözü uşağın düşünmə zövqünü öldürür və bəzən də sürətli cavab verə bilmədikdə riyaziyyata qarşı bütün marağını itirmiş olur. Çünki bu cür sürət mədəniyyəti uşaqlarda səbirli düşünməyi, məsələnin dərinliyini anlamağı və yaradıcı düşünməsini zəiflədir. Bununla bağlı tədqiqat aparan Stanford Universitetinin professoru Joe Boyler belə deyir: riyaziyyatda sürət uğurun göstəricisi deyil. Əsl öyrənmə uşaq məsələni düşünərkən, sual verərkən və öz yolunu taparkən baş verir. Yəni yavaş düşünmə zəiflik deyil, əksinə anlayışın dərinləşməsidir. Çünki sürətli cavab əzbəri göstərir, yavaş cavab isə düşüncəni. Riyaziyyat yarış deyil, düşünmək, səhv etmək, yenidən sınamaq və anlamaq prosesidir. Xüsusi olaraq riyaziyyat fənnindən uşaqlardan tez tapdın mı sualı əvəzinə niyə belə düşündün sualını soruşmalıyıq və bu yolda sizlərə dəstək olacaq nəşrlərdən biri də Landa Nəşriyyat ev olaraq hazırlamış olduğumuz riyaziyyat nəşrləridir.